Hoş gördüm her birinizi değerli izleyicilerim. Bugün sizlere Şuvalanda denize yakın, esas yolun üstünde, Şuvalan Park'tan gelende esas yolun üstünde yerleşen 8 torpaq sahəsinin içinde yerleşen 360 kvadratlık bu evin təqdimatına geldik. Gördüğünüz gibi evimiz modern üslubla inşa olunub. Burada bazı detallar var. Tabii ki yekunlaşmayıb. Her zaman ben tələsirəm gəlib çəkməyə. Ev o kadar çok hoşuma geldi ki sahibi gönderende dedim gelim çekin. Bak buradan şelale akır, gelir bu şişenin içiyle indi yekunlaşmayıb inşallah yekunlaşacak. Buradan gedir havuzun filtrine. Əla bir düşüncədir, hoşuma geldi maşallah Mərdəkan günü-gündən inkişaf eləyir. Sizin de hoşunuza geldiyse orada like düymesine toxunmağı unutmayın. Evimizde 10 tonluk su ambarı var. Mərkəzi kanalizasiya sistemi çəkilir hal-hazırda. Küçəmizə ümumiyyətlə sizlərə bir şad xəbər verim. Bir 3 il ərzində bütün Mərdəkan kanalizasiya sistemi çəkiləcək. Bütün Mərdəkan təmin olunacaq kanalizasiya sistemi ilə. Burada gördüyünüz kimi yay besetkası, mangalı, suyu, gazı. Burada da ki o nə deyirlər buna? Bunun adını da bilmirəm. Neyse tongal da elə deyək. Ondan burada 14 metre uzunluğunda, yani belə götürəndə 14 metre uzunluğunda bir tarafı 5 metre yarım, bir tarafı 3 metre yarım olan yarım daşma tipli hovuzumuz. Çox qəşəng bir evdir, çox keyfiyyətli bir evdir. Almağa dəyər məsləhət bilirəm, amma mənə belə inanmırsınız. Evlərinizi məndən belə alsaz qardaş, təmir və tikintini yoxlatdırın, məsləhət bilirəm. O demək deyil ki, Mərdəkanda tikən ümumiyyətlə Azərbaycanın harasından ev alırsınız, alın, evlərinizi yoxlatdırın. Burada duşumuz, qış besetkası da var. Biraz səbirsiz olmayın, indi hamısını göstərəcəm. Evin arxa tərəfini dövr eləmək mümkündür, yəni qarşı tərəfə çıxmaq mümkündür. Burada hamam tualeti həyətdə və kombisi falan orada yığılıb, qazanxanası. İndi yenidən qaydaq həyətimizi bir dənə də bu tərəfdən görün. Gördüyünüz kimi, bax bunlar detaldır. Bu şeyləri ev alanda fikir verin. Misal, hovuz var ki, aqlayla vurulur yan tərəfləri. Hovuz var ki, mərmərlə işlənilir. Yəni bu pul deməkdir, bu keyfiyyət deməkdir. Bu şeylərə fikir verin. Məsləhət alın, bir dənə başı çıxan bir usta aparın özünüzlə, bir o da baxsın. En vacibi, mən hər zaman deyirəm, alt təməldir. Üst təməli boş verin. Zaten sən istədiyin bir aboyun rəngini, istədiyin cür, ürəyin istəyən kimi dəyişə bilirsən. O problem deyil. Əsas problem alt təməldən gedir söhbət. Alt təməlini yoxlatdırmamış evlərinizi almayın. Valla sizlər istəyib deyirəm, bunu sizə heç kim deməyəcək. Bax, gəlin buradan başlayaq. Gördüyünüz kimi, keramaqrantla evinizi üzlənilib. Burada kabançıq daşlar vurulub, yan tərəfdə də taxta ilə işlənilib, qəşəng bir dizayn verilib. Ya Allah, daxil olduq evimizə. Tavanın hündürlüyünə baxın. 8 metr yarım hündürlüyündə tavan. Allah hər birimizə bax belə gözəl evlərdə qocalmağı nəsib eləsin inşallah. Amin deyək. Burada geniş zalımız 65 kvadrat metrdir sahəsi və mətbəxlə birlikdədir. Amma siz nə edə bilərsiniz? İstəsəz buranı bağlatdıra da bilərsiniz, mümkündür. Bax, buradan mətbəxdən qış besetkasına keçid. Biz oradan keçməyək, gəl buradan keçək. Zaldan da daxil olmaq olur. Bu da bizim qış besetkamız. Yayda, qışı da rahatlıqla əyləş də qardaş, nə istəyirsən? Allah hamının evində birinci huzuru versin, huzurlu ev olsun. Yeyib içmək zaten həmişə var, hər zaman var. Gəldik, fikir versiniz, mərmər pilləkənlər. Bir də ki, aboydan bahalı olan emulsiya ilə işləmə var. 6 yəni bahalı işləmədir. Burada ümumi sanitar qovşağı, gözəl. Əllərinizə sağlıq qardaş, çox gözəl dizayn ediblər. Mən bəyəndim, inşallah siz də bəyənərsiniz. Burada yataq otağı var, sadəcə olaraq açmayacağım. İndi gedirik. İkinci mərtəbəmizdə də 3 dənə yataq otağı var, onları da sizlərə təqdim edeyim. Dedim, yeni də özümü sığortalıyım. 8 sot torpaq sahəsində 360 kvadratlıq bu evi 845 min manata satışa çıxartdım. Xeyirli olsun. Gəldik ikinci mərtəbəmizə. İndi gəlin sizlərə bir yataq otaqlarını göstərim. Bu bizim birinci yataq otağımız və özünün sanitar qovşağı.
Çox gözəl bir təmirdir. Burada da qəşəng bir dənə dizayn ediblər. Eyvana çıxır, böyük bir balkonu var. Evimiz tam isti döşəməlidir. İkinci mərtəbədə, birinci mərtəbədə isti döşəməlidir. İkinci mərtəbədə tavanın hündürlüyü 3.40-dır. Burada ümumi sanitar qovşağı. Gözəl. Amma hər zaman dediyim kimi bu gözəlliklərə inanmırsınız, mənə belə inanmırsınız. Evlərinizi alanda təmir və tikintini yoxlatmağı unutmayın. Burada da ikinci yataq otağı və sonuncu, dördüncü yataq otağımız özünün qardırobu və geniş bir eyvanı var. Onda sizlərə nə qəşəng hava var. Dənizə yaxın, yola yaxın, Şuvalanın mərkəzinə yaxın ev axtarırsınızsa bu sizlər üçün əla bir fürsətdir. Kanalıma abunə olmağı, like qoymağı unutmayın. Özünüzdən müğayət olun. Allah canınızı, sağ ruzunuzu bol olasın. 845 bin manat start dedim. Əvvəldə demişdim, indi də dedim qiymətini bir daha eşitməyənlər üçün gəlsin.